Salam dəyərli izləyicilər, bugün sizinlə əsl yay mövsümünə uyğun Talış mətbəxinin incilərindən mən deyərdim ki, ən dadlı badımcan yeməyi badımcan sırdağı hazırlayırıq. Əvvəlcə tərəvəzlərimizi təmiz yuyuruq, sarımsağın da qabığını soyub yuduqdan sonra badımcanların saplağını kəsib, onların qabığını nazik alacalı soyub, hər bir badımcanı orta hissədən üstəgəl şəklində, yəni 4 çərtirik. Bizdə badımcan çox zərifdir, yumşaqdır, xırdadır, ona görə də orta hissədən çərtirik ki, əzilməsin. Siz gül hissədən də 4 çərtə bilərsiniz və kəsdiyimiz hissədən badımcanı yaxşıca duzlayıb gözlədirik acı suyu ayrılsın. Daha sonra sarımsağı da bıçaqla əzib xırda-xırda doğrayırıq. Sarımsaq əzənlə əzməyə ehtiyac yoxdur. Mənə elə gəlir ki, xırda doğrayanda daha ləzzətli alınır yemək. Pomidorların da saplaq hissəsini kəsib qabıqlarını nazik soyub yığırıq. Bu arada dəyərli izləyicilər, kanalımıza dəstək olmaq üçün elə bu dəqiqə bir saniyənizi ayırıb bu videonu bəyənməyi də unutmayın. Badımcanların duzunu axar suyun altında tərtəmiz yuyuruq və tavaya kərəyağ əlavə edirik. Kərəyağ isindikdən sonra badımcanları tavaya düzüb, onları bir neçə dəfə o özü çevirib, qızarıb yumşalana qədər bişiririk. Yazın görək, siz badımcan sırdağı hazırlayırsınızmı? Çox ləzzətli yeməkdir. Biz ilk dəfə bu yeməyi Lənkəranlı bir qonşumuzdan öyrənmişdik. Hazırlayan kimi vurulduq və tez-tez hazırlayırıq. Badımcan yumşaldıqdan sonra sarımsağı da tavaya əlavə edirik. Biraz da sarımsaq tavada qovrulur. Ardınca pomidorları 2 bölürük və badımcanın üzərindən düzürük. Buna biraz kərəyağ da əlavə edirik. Yeməyin dadına, ətrinə, ləzzətinə görə. Qapağı qoyuruq, kərəyağ əriyir. Yemək biraz isindikdən sonra duzunu, qarışçotunu əlavə edib qapağı örtülü vəziyyətdə hazır olana qədər bişiririk. Bəh, bəh, bəh. Görünüşü dadından xəbər verir, yəni ki, özünüz görürsünüz. Sonda istəsəniz üzərindən xırda doğranmış cəfəri də əlavə edə bilərsiniz, kim necə istəyirsə. Göyərtini əlavə edib, biraz qapağını qoyuruq, qalır çox az. Ocağı söndürürük, yeməyi sürəyə veririk. Bir daha qeyd edirəm, biz bu yeməyi çox bəyənirik. Əvvəldə də qeyd etdim ki, mənə elə gəlir ki, badımcan burada çox ləzzətli olur. Ən dadlı halıdır bu badımcanın. Pomidor öz suyunu buraxır badımcanın üzərinə. Biz badımcanı doğrayıb da eləyirik, cıvıtmasını da eləyirik. Mənə elə gəlir ki, belə daha ləzzətli olur. Siz də bir dəfə sınayın bu üsulla. Bəzi xanımlar badımcanı doğrayıb da hazırlayırlar. Amma qonşumuz bizə belə demişdi. Necə demişdisə elə də hazırladıq. Və bir neçə Lənkəranlı xanımdan da soruşmuşuq. Hamısı belə hazırlayır. Yazın görək siz necə hazırlayırsınız.